Hoş gördük değerli dostlar. Sizleri salamlayıram Xəzər rayonu Binə Safxoz ərazisindən gözəl insanlar. 2 mərtəbəli belə bir ev. Gördüyünüz kimi bir dənə baxın. 5 sot torpağın içində. 5 sot torpağın içində qazı, 3 faza işığı, interneti. Baxın, evin hər bir tərəfinə keçid var. 5 sot torpağın içindədir gözəl insanlar. Şəxsi özünə tikilmiş bir evdir. Baxın, hər bir tərəfinə xodu var. Burası qaraj hissəsidir, gözəl insanlar. Gözəl belə bir. Baxın, monolit beton, qaraj hissəsidir. Burada bir dənə əşya yığmaq üçün bir dənə otaqdır. Su bağı vurulub. Baxın, burada yenə də bir dənə otaq var. Gördüyünüz kimi, baxın. Bir dənə də burada otaq var. Keçə evimizin arxa hissəsinə gözəl insanlar. Baxın, evimizin suyu, qazı, işığı, interneti, işıq 3 fazadır, gözəl insanlar. 5 sot torpağın içindədir. Qabaq tərəfi ilə tanış olduq. Evimizin arxa hissəsinə keçsək, gözəl insanlar. Baxın, burada, bax, buradan qapı qoyulub. 3 dənə otaq. Girdizba belə bir koridora, 1-2 dənə də arxada otaq var. Suvağına kimi vurulub. Baxın, beton kəmərləri verilib, polo qəşəng qalın taxtalarla. Şəxsi özünə tikilmiş bir evdir, gözəl insanlar. Kombi xəttləri, hər bir şey hazır vəziyyətdədir. Bir dənə də otaqda baxın buradadır. Bu bizim birinci mərtəbəmizdir. Burada da əkin əkiblər. Gördüyünüz kimi, baxın, bağı bağçasıdır. Gözəl insanlar. Bax, buradan da sizlərə göstərim. Motor gedrafon, ehtiyat süsəni. Baxın, dəyərli dostlar. Belə bir gözəl, bağı bağçalı olan, baxın, belə bir evdir. Şəxsi özünə tikilmiş bir evdir, 2 mərtəbəli evdir. Gözəl insanlar. Qiyməti də çox münasibdir. Çox münasibdir. Keçə bir dənə evimizin İçərisindən də tanış olaq. Birinci mərtəbə ilə tanış olduq. Keçə bir dənə evimizin ikinci mərtəbəsi ilə də tanış olaq. Ya Allah, keçdik yuxarıya. Baxın, pilləkanı da beton, karkas taxunu, beton monolitlə. Dəyərli dostlar, keçən kimi baxın, belə bir gözəl koridor bizi qarşılayır. Gözəl belə bir koridordur. Qəşəng evimiz super remontludur. Burada geniş belə bir zal boyda bir mətbəx hissəsi. Baxın, mətbəx mebelinə kimi qoyulub hazır vəziyyətdə mətbəx mebeli də qalacaq. Gözəl insanlar. Baxın, sizlər üçün nə tapmışam. Gözəl bir endirimli qiymətlə sizlər üçün gör nə tapmışam. Qonaq otağı. Baxın, gözəl insanlar, qonaq otağına baxın. Qonaq otağının hardasa uzunluğu olar bir 10 metrə. 10 metrə uzunluğunda baxın belə bir qonaq otağı. 10 metrə uzunluğunda belə bir qonaq otağı şəxsi özünə tikilmiş bir evdir, gözəl insanlar. Beton, monolit, beton kəmərlərlə.